Portuqaliyada gördük. Həm İspaniyada Atletik Bilbao ilə görüşdən sonra mətbuat konfransında yəqin sizin də diqqətinizi cəlb etdi ki, orada cəmi bir yoxsa iki Azərbaycanlı jurnalist var idi və bu istər-istəməz Qurban Qurbanovu sevindirdi. Amma digər tərəfdən sanki bir fərqli mənzərə yaranır. Çünki bugün Qarabağ Futbol Klubu Avropa ölkələrinə səfər edir, böyük klublarla oynayır və bu zaman mətbuat konfransında, məsələn, Lissabonda nə qədər Portuqaliyalı jurnalist görürük, mətbuat konfransında isə Azərbaycanlı jurnalist səhv etmirəmsə ümumiyyətlə yox idi. Və əlbəttə ki, indiki halda Qarabağın belə öhdəliyi yoxdur. Qarabağın borcu yoxdur ki, hər hansı bir neçə jurnalist özü ilə səfər oyunlarını aparsın. Sadəcə olaraq əvvəllər bu proseslər olurdu. Öhdəliyi yoxdur, amma aparsa pis olardı. Yox, aparsa daha yaxşı olardı ki, bax, misal üçün, Bilbao'da çox mübahisəli epizod var deyə penalti ilə bağlı. Onun daha çox, belə deyək də, mətbuata çıxartmaq olardı. Nə qədər bizim jurnalistlərdə çox olsaydı, o qədər... Lazım olan məqamları qabartmaq üçün, Avropa mediasına çıxartmaq üçün. İstərsən, mən sual verəndən sonra məcbur olacaq Portuqaliyalı da, Alman da, İspan da o sualı yazacaq, o mətbuat və Avropa bir-birindən götürür, izləyir, o qabardılacaqdır. Bəli, borcu deyil, amma olsa daha yaxşı olar. Qurban Qurbanovun o Benfica'dakı mətbuat konferansına görə mən özüm çox məyus oldum ki, yəni bizim futbolun, belə deyək, simasına sual verən olmadı. Özü də biraz bilirsiniz, bir qədər reallığı nəzərə almaq lazımdır. Bizdə hal-hazırda biz hansısa sayt qəzet jurnalistlərini götürsək, yəni o dərəcədə imkan yoxdur da onlardakı hər hansı bir əməkdaşını özləri göndərsin. Qarabağın imkanı yox. Yox, saytın özünü. Misal üçün, Avropada necədir? Şengendə sərhəd keçmək nədir? 3 saatdan Slovakiyadan Sloveniyaya geçsən 20 evroya. Amma mənim misal üçün, biz saytın redaktoru olaraq, mənim Portuqaliya uçmağım, öz hesabıma gəlib gəlməyəm aşağısı bir 2000-3000 pul. Bu 2-3 bindən minimumda, yəni bizim cibimizə görə deyil açığı.